Demək dostlar, çox heyecanlıyım çünki qızımı aparıram Kamilla xanımın yanına qulaqlarını değişdirməyə. Fürsətdən istifadə edib öz qulaqlarımı da istəyirəm, değişdirim. O vaxtlarım var idi amma bağlanıbdı. Bir sözlə çox heyecanlıyım amma Kamilla xanım o qədər belə insanla başqa cür yanaşır ki, şəxsən tanımıram, ilk dəfə də görəcəm. Bir saat öncədən krem falan göndərdi ki, bunu uşağın qulağına vurun ki, ağırtmasın. O qədər bir diqqətçil və işinin bilən insandır ki, çox bəyəndim onun o davranışını. Ona görə biraz rahatçılığım var. Çünki bilirəm ki, peşəkar insan yanına aparıram evladımı. Amma mən çox maraqlandım və bildim ki, bu pistoletlə qulaq deşməkdənsə, bu da mənə layiqdir, daha ən gözəli uşağa piercing etməkdir. Daha ətraflı da birazdan sizə məlumat verəcəm Kamilla xanımla. Dayan qızım, dayan. Balamı gətirmişəm qulaqlarını deşməyə. Hə, ay şimdi kuba neydi o balam? Bu işi az ölerim. Ana kurban oğlum, ana kurban. Ana ağrıtmadı, gördün. Sana kurban oğlum ana. Yüreğim gitti, ay yüreğim gitti, ölerim. Ağrıtmadı, çok şükür. Akıllı kızım, akıllı kızım. Ana can, ne güzel oldun ona kurban. Demək, sağ olsun Kamilla xanım. Mənim əslində var idi deşiklərim, amma bağlanmışdı. Belə bir şey etdi bir tərəfə isə belə bir şey etmişik. Baxın, necə gözəl dəstdir bu arada bu. Amma ən gözəli nə idi? Qızlar, sizi çəkmək istəmirəm, bağışlayın. Burada, bu nədir? Onlar kaflar var. Buradan yuxarıdan taxılan, Bu da göbək üçün. Bunlar hamısı qızıldır bu arada, biləsiniz. Çox gözəldilər. Burada. Qızlar, görün nələr var. Çox gözəldir, çox. Bəh. Par parıldayırlar ya hamısı. Amma bir sən nəyi sevdim? Demək dostlar, çox heyecanlıyım çünki qızımı aparıram Kamilla xanımın yanına qulaqlarını değişdirməyə. Fürsətdən istifadə edib öz qulaqlarımı da istəyirəm, değişdirim. O vaxtlarım var idi amma bağlanıbdı. Bir sözlə çox heyecanlıyım amma Kamilla xanım o qədər belə insanla başqa cür yanaşır ki, şəxsən tanımıram, ilk dəfə də görəcəm. Bir saat öncədən krem falan göndərdi ki, bunu uşağın qulağına vurun ki, ağırtmasın. O qədər bir diqqətçil və işinin bilən insandır ki, çox bəyəndim onun o davranışını. Ona görə biraz rahatçılığım var. Çünki bilirəm ki, peşəkar insan yanına aparıram evladımı. Amma mən çox maraqlandım və bildim ki, bu pistoletlə qulaq deşməkdənsə, bu da mənə layiqdir, daha ən gözəli uşağa piercing etməkdir. Daha ətraflı da birazdan sizə məlumat verəcəm Kamilla xanımla. Dayan qızım, dayan. Balamı gətirmişəm qulaqlarını deşməyə. Hə, ay şimdi kuba neydi o balam? Bu işi az ölerim. Ana kurban oğlum, ana kurban. Ana ağrıtmadı, gördün. Sana kurban oğlum ana. Yüreğim gitti, ay yüreğim gitti, ölerim. Ağrıtmadı, çok şükür. Akıllı kızım, akıllı kızım. Ana can, ne güzel oldun ona kurban. Demək, sağ olsun Kamilla xanım. Mənim əslində var idi deşiklərim, amma bağlanmışdı. Belə bir şey etdi bir tərəfə isə belə bir şey etmişik. Baxın, necə gözəl dəstdir bu arada bu. Amma ən gözəli nə idi? Qızlar, sizi çəkmək istəmirəm, bağışlayın. Burada, bu nədir? Onlar kaflar var. Buradan yuxarıdan taxılan, Bu da göbək üçün. Bunlar hamısı qızıldır bu arada, biləsiniz. Çox gözəldilər. Burada. Qızlar, görün nələr var. Çox gözəldir, çox. Bəh. Par parıldayırlar ya hamısı. Amma bir sən nəyi sevdim?